Salam çox dəyərli gözəl insanlar. Bugün dayımın oğlunun toyudur. Allah bütün istəyən subaylara qismət eləsin. Allah hamını xoşbəxt eləsin. Bu da mənim dayımın nəvəsi Uğurdur. Uğur, əlindəki nədir? İzah elə görək. Badiyə. Badiyə. Badiyə nədir? Badiyə qız evindən götürülüb, gəlib toy bəyinə satılan bir əşyadır. Bunu El adətlərindən biridir, eləmi? Aha. Sonra başqa nə bilirsən bu barədə? İndi mən yadıma gələni deyim. Mən yadıma gələn keçmişdə çox dəyərli gözəl insanlar. Bu şeydə misdən olan bir şey olurdu keçmişdə. Nə deyirdilər? Köycə deyirdilər, köycə. Misdən olurdu. Elə eyni bunun kimi kasa formasında misdən olurdu. Adına köycə deyirdilər. Sonra qız evini elə belə lentlə filan bəzəyirdi. Lent bağlayırdı. Oğlan evindən gəlinə gedəndə kimsə tut bu arada mən özüm düşüm da. Tut bunu. Hə. Oğlan evindən gəlinə gedəndə deməli kim fərasətli idisə tez qaçıb gedib bu köycəni ələ keçirirdi, alırdı qız evindən də. Sonra orada qəşəngcənə bir süzürdü, oynayırdı bu badiyə ilə. Hə, sən də oynayasan da yəqin ki. Aha, qəşəng bir oynayırdı. Sonra da gəlirdi evə qaydanda, bəyin evinə qaydanda gətirib, hə, bəyə satırdı bu köycəni. İndi kasadır, satırdı pul müqabilində. İndi indiki gənclər daha fərasətlidir. Uğur gedib bir gün əvvəldən kasanı badiyə 6 ay əvvəldən götürmüsən. Eyvah. 6 ay əvvəldən. Daha da fərasətlidir Uğur. 6 ay əvvəldən geyib qız bilmədim, şəkil dilində danışım, ədəbi dildə danışım. Qız öyündən badiyəni götürüb gəlibdi. İndi geyib qız öyündə oynayacaq. Birazdan gəlinə geyəcək. Sonra da gətirib dayısına satacaq. Belə. Uğur olsun. Paylaşaq. Nə qədər alaq? Neçə satma fikirləşirsən? 20. Hə, eləmi? Hadi bir dənə sneakers'da mağalarsan, nə olar ki? Oldu, razılaşdıq.